Bakı tarixi Ağşəhər. Bakı Azərbaycanın paytaxtı və ölkəmizin ən böyük şəhəridir. Bakı rayonlardan ibarətdir və onlardan biri də Ağşəhərdir. Ağşəhərin ərazisi Bakıda Qaraşəhər adlanan yer idi. Çünki burada çoxlu neft emalı zavodları var idi və torpaq çirklənmişdi. Amma bizim dövrümüzdə zavodlar başqa yerə köçürüldü, torpaqlar təmizləndi və Ağşəhərin tikintisinə başlandı. Ağşəhər Bakının ən yeni, ən rahat və ən yaşıl rayonudur. Burada evlər, biznes mərkəzləri, otellər, ticarət və əyləncə mərkəzləri, mağazalar, parklar və meydanlar var. Bakı Avropa Liseyimiz də Ağşəhərdə yerləşir. Hələ tikiləcək çox şey var. Lakin tezliklə Ağşəhər mütləq yeni nəsil Azərbaycanlılar üçün Bakının yeni mərkəzinə çevriləcək.